Demək, iş dəftərindən belə bir tapşırıq verilibdir. İndi Turan bunu işləyəcək. Bəzilərini işlədi indi Turan. İndi getdikcə digərlərini də işləyəcək. Demək, deyir ki, cədvəldə gizlənmiş sözləri tapın, həmin sözün uyğun gəldiyi şəklin üzərindən qeyd et. Bax, birinci şəklimiz nə şəklidir? İlan. İlan harda yazılıb? Buradan. Burada crossword tapıb. İlanı. İlanı burada tapıb, görsən özü tapıb göylə. Sonra da bura belə bir işarə qoydu. Sonra Turan bunu tapdı uşaqlar. İyini nə oldu? İynə. İynə hardadır buradan? Tapdıqca burada bir quş işarəsi qoyuruq. Sonra uşaqlar gəlin baxaq. Kirpi. Kirpi sözünü tapıb dairələyib Turan. Kirpini də burada tapıb quşlayıbdır. İndi görək hansı sözlər var. Məsələn Turan, daha hansı sözlər tapa bilərsən? Bura nə yazılıb? Mı? Nə oldu? Kələm. Burada kələm var şəkli. Yoxdur, burada kələm var. Demək, kələmi nətər tapacaqsan? Buradan belə bir kələm sözünü belə bir bütöv şəkildə belə dairələyəndən sonra da bura bir quş qoyacaqsan. Düzdürmü? Bunu qələmlə eləyək daha yaxşı olur. Çünki karandaş bəzən bildirmir. Uşaq sadəcə ola biraz qələmlə səliqəli işləmir. Bunları Turan işləyib. Demək, kələm də tapdıq. Nə qaldı? Tap görüm. Nə söz tapa bilərsən? Aha. Oxu görüm buranı. Qıdır bu. P-A-P-A-Q nə oldu? Pag. Bax, pılar görsən başı bu tərəfdədir, yumrusu. Qının başı bu tərəfdədir. Qınınki sola baxır, pınınki sağa baxır. Görsən? Bax, bu düzdür, burasında yumru var. Bu düzdür, bu hissəsində yumru var. Bu tərəfə baxan, yəni sola baxan qıdır. Görsən? Sağ tərəfə baxan, başı sağ tərəfə baxan pıdır. Nə oldu? P-A-P-A-Q. Papaq. Papaq tap görün var şəkli. Bəs bu nədir? Var da. Gəl indi bunu işarələyək. Buradan tapdıqda papaq. Hərflər görsən ayrı, fərqlidir. Əlmə dedi onu evdə eləyə bilərsən. Hə, bax, beləcə işarələyirsən. İndi sonra hansı söz qaldı Turan? Sən mən oxuyacağım. Tap görün burada hansı söz özünü tapa bilərsən. Nə yazıb bura? Nə oldu? Robot. Robot var burada. Bax, buradadır. İndi robot. Görsən, o birəni oxumaq olmur. Bax, indi mən sənin bunu tapmaq qaydasını başa salacağım. Burada bir quş qoyaq. Demək, Turan, sən indi fikirləşsən ki, burada 1000 dənə hərf var. Məsələ üçün deyirəm də, indi təxmin. Mən hardan bilim ki, harda hansı söz var? Bir baxırsan, birinci bu tərəfi oxuyursan. Cərgə ilə, sıra ilə. Oxuyuram. K-I-R-P-I. Baxıram, nə oldu? Kirpi. Aha, tapdım. Kirpi. Demək, buranı bütöv dairələyirəm. Bütöv. Baxıram ki, K-L. Bu tərəfi təzəm. Bax, bu tərəfə də oxuyamaq olur. Qulaq az. Mə bax. Bu tərəfə də oxumaq olur. Belə cərgə ilə. Aşağıya da oxumaq olur. Belə də. İndi baxırsan, oxursan da. Baxırsan ki, buna söz düzələr. K-L-M, hədə kələm yazdı. Belə kələm var da, hə. Belə oxudum, kirpi düzəltdim. Belə aşağı oxudum, kələm düzəltdim, yuxarıdan. Baxıram bu tərəfə. İ-L-A-nı, ilan. Deyək ha, ilan. Hə. İndi amma baxıram ki, burada nə yazdı? P-A-P-A-Q, papaq düzəltmək olur. Robot düzəltmək olur, iynə düzəltmək olur. Amma mızı-tıqısı, bu nədir ki, mızı-tıqısı, belə söz var, yox. Əvan, belə söz var, yox. Məsələn, bunu bu tərəf oxumaq alınmır sözünü. 2 dənə bir dənə o elə söz var, yox. O-an. Nə deməkdir? O-an. Mızı-tıqıs, belə yoxdur. Lın-bı-pı-fa. Yol. Baxırsan ki, bu tərəfi oxuyanda bir dənə kirpini bu tərəfdə düzəldə bildin. Qulaq az. Bir dənə kirpi alındı. Amma bu tərəfləri belə alınmadı. Ən çox hansıları alındı? Yuxarıdan aşağı bax. Yuxarıdan oxuya gedirik. Daha çox sən də belə elə. Tapa. O demək deyil elə. Kirpini belə tapdıqsa bu tərəfdə də sözlər var. Özümü çaşdırma. Kirpi alınır. İndi daha keçmə bura. Əyol, belə söz var. Bu tərəfi tapdın kirpini. İndi gördün ki, belə əyol, belə söz yoxdur. L-N-P, belə yoxdur. Buradan başla. Yuxarıdan aşağı görsən, ha, K-L-M, kələm demək olar. İ-Y-N, iynə demək olar. Robot demək olar, papaq demək olar, ilan. Daha çox yuxarıdan aşağı. Burada isə Turan balaca T hərfi yazıb.
Bura nə yazılır? T-L-E, tələ, tələ. A-T-A, ata, ata. Bir də böyük T, kiçik T, böyük T. T-L-E-T-İ-N nə oldu? Tələt oğlan adıdır. Tələtin, tələtin, İ-T-İ, İ-T, İti. Tələtin, iti. İndi burada nə deyir? Burada o demək deyil ki, məsələn, bura bax, bu nə şəkildir? Telefon şəklidir. Bu nə şəklidir? Təyyarə. Bu nə şəkil? Top. Op yazılıb. Burada nə hərfi çatmır? T hərfi. T yazanda olur top. Elefon yazılıb. Nə çatmır? T çatmır ki, telefon olsun. Əyyarə yazılıb. Nə hərfi çatmır? T hərfi. Təyyarə. Gördün? Hamısı nə hərfi ilə başlayır? T hərfi ilə başlayır. T-O-P nə oldu? Top. T-E-L-F-O-N nə oldu? Telefon, telefon. Oxu görüm. T-E-Y-Y-A-R-E. Təyyarə, təyyarə. Təyyarə sözünün neçə dənə y var? 2 dənə qoşa y var. 2 dənə də yan-yana y var. Bir də oxu görüm. T-O-P. Top. Hı -hı. T. T-E-L-F-O-N. Telefon. Telefon. E. T. T-E-Y-Y-A-R-E. Təyyarə. Təyyarə. Burada belə. İndi bura baxın uşaqlar. Belə bir tapşırıq verib. Turamını tapa bilərsən. Bunu yazmayaq. Dəqiq bilməm. Müəllimə bunu vermişdi yoxsa yox. Deyir cümlələri uyğun söz şəkillə birləşdir. Bura nə yazılıb? Z. R-I-N-D-E. Nə oldu? Üzərində. Üzərində. T. L. Sən oxud onları mən. Özün oxu, tanırsan hərfi. U-R-L-L-A-N-I-R-L-A-R. Tullanırlar. Üzərində tullanırlar. Bunların hansının üzərində tullanırlar? Yox. Bunu birincinin. Bunun adı nədir? Batut. Batut. Batut burada harda yazılıb? Batut. Yox. Ağzına gələni yazmır. Görürsən bu hərfi ilə bu başda. Nə yazılıb oxu görüm. B-A-T-U-T. Nə oldu? Batut. Üzərində tullanırlar nədir? Batut. Bunu buna işarə edirsən, bunu da şəkilə bax. Tapdın ki bu batutdur. Bunu bura gətirirsən. Gətirdin, tapdın, bunu bura. Təzən bunu da şəklin üzərinə gətirsən. Sözlə yazılanı tapıb bunu bura eləyirsən, sonra bunu da bu tərəfə yazırsan. Bildin? Yəni bu batuta uyğun gəlir. Batuta uyğun gəlir. Batutun da şəkli budur. İndi bax. S-ü-r-m-ə-k, sürmək, sürmək. Üç-ün, üçün, üçün. Sürmək üçün. İ-s-t-i-f-a-d-ə, istifadə, istifadə. E-d-i-r-l-ər edirlər. Sürmək üçün istifadə edirlər. Bunlardan hansını sürməyə istifadə edirlər? Sürməyi bu. Skuter. Skuterdir da bu. İndi bunların hansını skuter yazılıb sözdə? Skuter sözünü tap görüm. Əlini çək. Ay, sardan bildin, oxu görüm. S-k-u-s-k-u-t-r. Nə oldu? Skuter, skuter. Demək sürmək üçün istifadə elədi. Sözü tapdıq skuteri. Şəkil hansıdır bu? Şəkil də buna tapırıq. İndi buradan k-ağız, kağız, kağız. Ü-z-ə-r-i-n-d-ə. Üzərində. Kağız üzərində. B-o-y-a. Boya, boya. K-a-r-a-n-d-a-ş-l-a. Karandaşla. Kağız üzərində boya, karandaşla. Ç-ə-k-i-r-l-ər çəkirlər. Kağız üzərində boya, karandaşla çəkirlər. Nədir o? Oxu görün, bir dənəsi qaldı. S-m, rəsm. Rəsm bunların üçündən biri hansıdır? Budur. Demək, kağız üzərində nə çəkirdilər? Rəsmi çəkirdilər. Şəkili də budur, buna uyğun gəlir. Başa düşdün? Bu da bu hərfidir. Turan özü işləyibdir, kiçik bu. Bura nə yazılıb? B-a-b-a. Nə oldu? Baba. Baba. Sadəcə yazanda biraz, görsən bunun arasında çox fərq qoymuşsan. Bunu yanına yaz. Baba. Bunu bunun içinə sal. Babanı yazdın, yaxın-yaxın yaz sözləri yazanda. Görsən aralarında nə qədər məsafə. Böyük bu. Bu kiçik bu idi. İndi bura nə yazdı? B-i-l-a-l, Bilal. Bilal oğlandı. Bilal oğlandı. İndi qulaq as. Burada qarışıq yazıb. Bu nə şəklidir? Banan. Banan.
Banan nətər yazılır? Birinci hansı hərf gəlir? B, B, A, N, A-nı. Demək burada səhv yazıb. A-bını buraya yaz. Birinci nə yazacaqsan? B, sonra A, N, A-nı. Bu nə şəklidir? Balta. balta, Bu da kötükdür. Baltadır, düzdür. Balta nətər yazılır? B, A, L, at yazılır. Yoxsa B, A, L, T, sonra A. Sən bura düzgün nə yazacaqsan? Birinci B yazacaqsan. İkinci A, üçüncü L, sonra T, sonra A. Balta. İndi burada bu nədir? Bina. bina, Bina nətər olmalıdır? Burada biyan yazılıb. Nə olmalıdır? B, B, I, N yazıb sonra A yazmaq lazımdır. N ilə A-nın yeri qarışıqdır burada. Olmalıydı bura B, I, N, sonra A. Bina, bina. Bu nədir? kəpənək, Yox, bant. hə, ban, Bant. Bant necə yazılır? Burada yazılıb bu A-tını, batın. Batındır. Yoxsa orada N ilə T-nin yerini dəyişəcək. Olacaq B, A, N, sonra T. Başa düşdün? Nətər olacaq? Bunu müəllimə sinifdə yazdırıbdı, sən çatdırmadın yazmağa. daha yazdım. Yox, bunu bir dənə bunu yazmısan. Bunları dedi evə yazarsınız. Hə, Elə bir bananda nətər yazacaqsan? Birinci yaz görün. Birinci bu hərfi yaz ora. Balaca bu hərfi yaz. balaca B, Hə, B. O da belə yazırdı, ne? Buraları nə qəşəng yazmışsan. elə, Hə, elə bir bu yaz. A yaşa. B, A. Yanından A yaz. B, A. N. N, A-nı. A hərfi də yaz yanına. B, A. N. Aha. belə, B, A-nı. Aha. Yanından A. acı, Balaca A bir dəqiqə. A, N. N, Nə yazdın? bana, Banan. Burada nə yazılıb bə? da, Abından yazılıb. Səhv yazılıb. Banan olmalıdır. İndi bu sözü burada nə şəkildir bu? balta, Balta nətər yazılır? Yenə balaca bu yaz. da, balaca Hı -hı. B, A. L, B, A. Yanından A. A, L. Bura kimi düz yazıb? B, A, L. ban, L-nı da yaz. mən bunu yazdım. L, Hə, çap yazma. Buradakı kimi yazma. L nətər yazırdıq? Belə elirdik. Belə. Sən belə yaz. B, A, L, T. T, Hə, biraz burasını uzat, mənə ver. Düz yazmısan, prost bir damcı burasını uzun elə də, bu uzun eləməlisən. Bu A-lı T, yanda A. Baxın. B, A, L, T, A. Bəli, balta. Bu nədir? Bina. Yenə balaca B yaz. Görsən hamısı B hərfi ilə başlayır. Çünki hərfimiz B-dır. B, B, I. I, İndi burada biyan olar, yoxsa bina. Bu N-nı birinci yaz. N. A. Aha. Bina. Bant olacaq. Yenə bu hərfi. Sonra hansı hərf olacaq? A. N. N, T. T, Afərin. Maşallah olsun uşaqlar. Görürsüz, uşaqlar demək buradakı biraz cümlələr uzundur deyə bunları mən köməklik elədim ki, yəni başa saldım da. Yəni özüm oturub yazıb uşağın yerinə orada örtmək düzgün deyil. Bəzi şeylər var uzundur, onu uşağa yol göstərmək lazımdır. Amma bəzi şeylər var ki, hələ bunlar balacadır. Bunlar məntiqi tapşırıqları eləmək gücünə qadir deyillər.
Onların hələ 6 yaşı var. Düşüncəsi o deyil ki, görərlər ki, buradakı hansı söz pərakəndədir, nədir. Bu getdikcə vərdişdən asılıdır ki, diqqət formalaşacaq. Bu qədər. Siz də çalışın, yavaş-yavaş göstəriş verir, sonra sərbəst sözləri işləyəcəklər.